Xəşqədiyə aşan, Xəşqədiyə aşan yol üstündə ölənindir. Sabba! Sabba! Gedərə geçəndə mən gətirəm içeri. Niyə misin? Çıkartına cevap değil. Bir tane. Oldu bir tane bu saat. Bugün biz Füzuli rayonunun deməli axırıncı kəndlərindən biri olan Kürt Mahmudlu kəndindəyik. Demək olar ki, 2 gün ərzində bizim qoşun irəliləyib 2 kəndi hələ ki qaytarıblar. Вот, гранаты, видишь? Выстрелы, видишь? Погод. Сняли, закопали. Вот это все круто. Где? Вот. Это тут? Bu görsen. Görsen. Bak, nasıl? Biz Ağdam'daydık batalyanla. Bizi gece kaldırdı komandir brigadı. Geldi biz Sroçno vardı Füzulinsko'ya направление держать, yolu götürürler. Biz batalyanı kaldırdık. Saat gün orta 3'te buradaydık. Biz oraya gelip çatanda уже 3-4'deydi. Hamısı yola kaçmıştı уже Beyvagan tarafa. Burada biz Padarogi komandöşü bizi getirdi. Komandir brigadaydı. Polkovnik Muhtarov idi, 1-2 tane de zabit. Kalanları hamısı kaçmıştı. Ne kuvve var idi, ne işte yok idi. Hamısı kaçıp geçmişti. Batalyon komandiri ki, bunu necə qiymətləndirirsiniz? Qorxaqlıq. Bu qorxaqlığı başqa cür. Ona göre ki bunlar bir günə 50 kilometre yol gəliblər, Füzulidən bura kimi. Qovublar Azərbaycan. Bəli, heç bir dənə güllə. Ne bileyim, bu müharibə deyil. Yalandan hamısı forma giyib, özünə qulduz takmağa o, herkes bacarar ona. Başka bir sözünüz olan. Mənim sözüm odur ki, bəsdir bu yalanla məşğul olduq. Ya müharibə eləsinlər hamısı, komandir briqadanı alladılar, hamısını alladılar ki, heç kimdə qabağa getmək istəmir. Bir dənə odur ki, qorxudur. Dünyanın qanun yoxdur ki, bu cəmatı hər kənddən heç olmasa 50-100 nəfər cavan oğlanlar tapıb çıxartmaq olar, pozisiyada oturdular. Onlardan heç nə lazımdır. Qabağa getməyə biz gedəcəyik. Allah qoysa dala qayıtmağa yoxdur. Siz gələndə burada yerli qüvvə var idi, yoxsa yox? Kendime yerli kupa dayanmıştı. Kent var, birinci kent. Orada kakaz diye ben Sivas'tım yanındaydı. Bir giriyat ve ben tank vurdu, akantı üsteledi. Beni gidip torban sokağa koştu. Vesilene. Oradan 20 nəfər deməli qalmışdılar arxada. Onlar da bizə qoşuldular, onlar dala çəkilirlər. Sonra bizim ofisörümüz dedi ki, gəlin bizlə gedəyin də. Deməli biz kəndə girəndə gördük ki, olan 2 tankı, sonra orada bir dənə zavod kimi var, oradan da BMP'lər ateş açırdı. Biz granatometlə 2 dənə vıstrililədik onlara. Onlar qaçdılar. Sonra... Siz gələndə neçə kilometr ermənilərə arxaya atmışsınız gələndə? Gələndən... Əhmədbəli, Kürmamuddur, Alxanlının girəcəyinə kimi. Neçə kilometr olur? Təqribən onlar da 12-13-14 kilometr təxminən. İndi məsələn burada duruq, arxadan qrajanlı paltarlı adamlar gəlirlər ki, nə bilim burada mənim evimdə nə isə qalıb, qohumlardan kimsə qalıb. Başa sarılır ki, ay cəmaat, ay kişi, ay oğlan,
burada heç kim qalmayıb, yerli cəmaatdan, heç nəyiz də qalmayıb, onun hayı deyil. Ən çox bizi yerli cəmaatlardan burada narahat elə. Yerli cəmaatdır, başqasını onu bilmirik. Necə deyim, Qarajanski paltarda gəlib arxadan narahat eləyirlər tez-tez. Biz də ki, ona görə qalırıq da belə. Bilmirik onlardan özümüzü gözləyir, yoxsa qabaqdan özümüzü gözləyir. Biz gələndə, bu kəndə girişinə gələndə biz gördük ki, deməli, yolla gələndə 2 dənə qoca arvaddır, qoyurlar da, özləri yavaş yolun qırağından qocadırlar, zorla necə deyərlər, yeriyirlər. Çıxıb gedirlər. Sonra biz yolda gələndə bir dənə elə belə meyit gördük, yanmış şəkildə hərbi paltarda. Ondan sonra burada yeri cəmaatdan, burada qız ölən olmuşdu, qız ölüsü olmuşdu. Bir də bir neçə ölü hələnçi olmuşdu, üzdən sifətdən tanımaq olmurdu ki, kimdir, nəçədir. Sözüm bu qədər. Mən də onun dediklərini demək istəyirdim. Burada bizdən əvvəl olanlar hətta öz meyitlərini qoyub gediblər, onu götürməyiblər. Biz neçə dənə buradan başqa meyitlər tapdıq. Öz meyitlərini qoyublar. Yenidən onlar meyitlərin dalıycan gəldilər yoxsa? Biz onları şəxsən görməmişik. Sizi bu məğlubiyyətdə ruhdan salmır ki? O kiminsə qüvvəsinə, kiminsə qeyrətinə, kimsə fəxr eləyirsə, o məğlubiyyətdən salır. Ruhdan salır bizi, imkan vermir. Müharibə qurtarmağın bizi çıxış yolunu mən demişəm, deyirəm, deyəcəm də. O ki, bizim parlamentdə oturub deputatlar var ha. Əgər Heydər Əliyev müharibəni qurtarmaq istəyirsə, onların evladların gətirib qoysun Perdoy fronta, onda ola biləcək ki, müharibəni qurtarmaq, öz evladlarına görə. Burada ölənlər açığı var, itkim vermişəm 10 nəfər sıra gün. Həlak olanlar olan hamısı yetim yesir balasıdır, açığı. Ancaq bunun çıxışı olardı ki, parlamentlərini gətirib bura qoymaq, bütün partiyaları bağlamaq, 7 birdən partiya yaratmaq. Biz oldu ki, Füzuli döyüşmədən verildi. Belə bir xəbər gəldi ki, döyüşmədən Füzuli verildi. Mən prinsipə keçən dəfə də mən sizə demişdim, Füzuli döyüşmədən, onun demək olmaz Füzuli döyüşmədən verildi. Füzulini biz 9 gün mühasirədə o qala-qala saxladıq. Axırıncı gündə döyüşlərin hamısını hamı gördü, nətər döyüşlər oldu, nətər də oradan çıxdıq. 3 dəfə demək olar ki, briqadanın yarısı mühasirədən çıxdı, yarısından çoxu mühasirədən çıxdı. Onu indi deyirlər döyüşmədən verildi, nətər verildi, düzdür. Lazım olan qüvvə, briqadanın özünün olan qüvvələri yox idi, fərarilərin sayı həddindən artıq çox idi. Ancaq qalan qüvvələr, onların əməyə getirmək olmaz. Hansı ki, bax, bu günə kimi qalırlar, həmin uşaqlar və başqaları, rəhmətə gedənlər, ondan sonra itkin düşənlər, hansılar varsa, onlar axıra kimi vuruşurlar. Döyüşə-döyüşə də Füzuli verilir. Bir söz deyim, bu Füzulini yenidən qaytarmaq mümkün olacaq? Füzulini qaytarmaq nəinki olar və yaxud da öyle bir, o Füzulini qaytarmaq bizim borcumuzdur. Özə mən yenə deyirəm, kömək də gəlsə, nə də gəlsə, özə bizim briqadanın borcudur. Onu da Allah qoysa eləyəcək, bu saat briqadadan olan fərariləri yığmaqla məşğuluq, qüvvələrimizi yenə toplayırıq. İndi Allah qoysa, mən deyə bilmərəm 1 günə, 5 günə, 10 günə, neçə günə. O bizim borcumuzdur ki, verdiyimiz torpaqların hamısını geri qaytaraq.